Sigaretlərdə qiymət qalxıb. Aksizdə qiyməti qalxıb deyə, onun üçün tütünlərə də bu qiymət təsir edib. Söhbət homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz dərəcəsinin qaldırılmasından gedir. Belə ki, aksiz dərəcəsi hər kiloqrama görə yerli istehsal üçün 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Aksizdə qiyməti qalxıb deyə, onun üçün tütünlərə də bu qiymət təsir edib. Nə qədər fərqi var? Hardasa 3 manat, 2 manat belə. Alıcığı təsir göstəribmi? Yəni istifadə edən adam başa düşür ki, yəni nəyə görə qiymət dəyişimliyi olub. Sigaretlərdə qiymət qalxıb. Standart qiymət hər yerdə olduğu kimidir, amma başqa hələ ki heç bir artım yoxdur. Hazırda belə çəkmə tütün məhsullarının qiymətləri neçədir? Belə nikotinlər 14 manat, 15 manat, 20 manat, 19 manat arasında dəyişir. Amma doldurma hazır tütünlər isə 12 manat aralığındadır, 12-15 manat aralığında dəyişir.